İkinci məsələ də odur ki, maksimum uzun müddət bu Qarabağ sakinləri hökumətin girovunda qalsın. Baxın, bu proses uzandıqca hələ ev növbəsində olan adamlar var, kimə ev veriləcək, kimə verilməyəcək. Bu proses hamısı o insanları siyasi girov kimi saxlayır və həm də hökumət üçün PR imkanıdır da, başqa bir iş görmür axı hökumət onsuz da. Nə ilə öyünsün? Hansı problemi həll etmək ilə öyünsün? Qazaxıstan kimi 100 min nəfər demək, informasiya texnologiyası üzrə mütəxəssis hazırlanmış ki, onunla öyünsün. 30 xarici universitetin Azərbaycanda filialını yaratmış ki, onunla öyünsün. Özbəkistan kimi 10 ciddi markanın avtomobilini Azərbaycanda istehsal eləmiş ki, onunla öyünsün. Başqa ölkələrdə olan uğurların heç biri yoxdur axı burada. Ona görə də bunu qoyublar deməli avtopilota, illərlə bu proses davam eləsin. Yəni, əgər İlham Əliyev hakimiyyəti qalacaqsa, bu işin belə heç perspektivi üfüqdə də görünmür. Elə bu bərpa gedəcək də, yavaş-yavaş öz şirkətləri nə qədər bacarırlarsa o qədər tikməklə və insanlara minnət qoya-qoya, deməli bu prosesi aparmaq istəyirlər.